Dünən axşam Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Xəzər rayon Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə bir nəfərin batması barədə ilkin məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıc xilasediciləri cəlb olunaraq axtarışlara başlanılıb. Hazırda vətəndaş 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arifoğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar davam etdirilir. Əlavə məlumat veriləcək. Qeyd edək ki, dünən Mərdəkanda gənc bacı-qardaş da dənizdə boğularaq ölüb. Onlardan birinin meyidi sudan çıxarılsa da digərinin axtarışı davam etdirilir. Salyan rayonunda gənc qadın vəfat edib. Dünən saat 21 radələrində Qarabağlı kənd sakini 1992-ci il təvəllüdlü Aygül Vəliyeva aşağı qan təzyiqi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Lakin az sonra o vəfat edib. Faktla bağlı araşdırma aparılır. Sumqayıtda tələbə vəfat edib. Xidmət sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin 2-ci kurs tələbəsi Rizvan Vəliyev dünyasını dəyişib. Onun xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib. Qusarın Samur qəsəbəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Samur Dəvəçi kanalının yaxınlığında DAF markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə 28 yaşlı sürücü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Yük avtomobilində daşınan badımcanlar qəza zamanı kanalın kənarına və suya səpələnib. Hadisənin baş vermə səbəbləri araşdırılır.